Her vaxtınız xeyir olsun. Yeni bir bugün keçirilən MGIM OTK imtahanlarının riyaziyyat suallarının izahına başlayıram. Deməli, birinci sual bu x oxu, bu y oxu. Y bərabər 0 oxu budur. Hər birinin qrafikini quracağım. Bax bu y bərabər 0-dır şərtdir. X bərabər 2 bu oxudur. X bərabər 3 budur. Və bu qrafikdə 9 bölü x kvadratın qrafikidir. Bu kəsişməyə düşən sahəni istəyir bizdən. Olacaq integral 2-dən 3-ə 9 bölü x kvadrat çıxaq 0 dx bərabərdir. 9 bölü x kvadrat olacaq integralı 9 vuraq, mənfi 1 bölü x sərhədlər 2-dən 3-ə kimi. Yerinə qoysam, mənfi 9 bölü 3 çıxaq, mənfi 9 bölü 2. Hesablasam, mənfi 3 üstə yerək 4,5, bu deyil 1,5. Demək doğru cavab B variantıdır. Növbəti sual, ikinci sual. X1, X2 bunun kökləridir. Deməli, köklər cəmi x1 plus x2 bərabərdir 5-dir. x1 vuraq x2 də bərabərdir 1-dir. Bu verilən ifadəni açacağım mən. Modulda x1 çıxaq x2 vurulsun x1 plus x2. Plusun yerinə 5 yazıram. 5 müsbətdir, çıxır qarşıya. x1 çıxaq x2 mütləq qiymətcə. Belə bir düstur yazacağım mən bura. Modul A bərabər kök altda A kvadratına. Burada da modulda x1 çıxaq x2-ni belə yazıram. Bərabər kök altda x1 çıxaq x2-nin kvadratı kimi yaza bilərəm. Belə bir qaydamız var. A minus B-nin kvadratı bərabərdir. A plus B-nin kvadratı çıxaq 4AB. Onu burada tətbiq eləsəm, kök altda x1 plus x2 mərkəzdə kvadrat çıxaq 4x1 x2 alarım. Bu deyil kök altda 5-in kvadrat çıxaq 4 vuraq 1. Hesablasam buradan alacağım kökdə 21. Deməli bu deyil bərabər 5 vuraq kökdə 21. Doğru cavabım Y variantı olur. Növbəti sual. Növbəti sualın izahı bu həndəsə məsələsidir. Mütənasiblik qaydasıdır. Bn 3x, buna 3x deyəcəm. Növbəti sualın izahına başlayıram. Deməli, bu üç bucaqda B-nin incəyə nisbəti 3-ün 4-ə nisbəti. Deməli, bura 3x-dir, bura 4x-dir. Onda bütövlükdə bura 7x qəbul edəcəm. Mənə soruşduğu odur ki, AM-in AB-yə nisbətini soruşur. AM bölək AB. Mən AB-nin yerinə yaza bilərəm, bax. AM bunu belə yazıram. 1 bölək AB-nin AM-ə nisbəti. O da bərabərdir. 1 bölək AB-ni yazıram. AM üstə gələk MB bölək AM. Bu da verir 1 bölünsün. 1 üstə gələk MB-nin AM-ə nisbəti. MB-nin AM-ə nisbəti oxşar nisbətlər yaradır burada. Deməli, bu deyil bərabərdir. 1 bölək 1 plus MB 3x'in 4x'in nisbəti bərabərdir. 1 bölək bu eləyəcək 4-də 7. Bunu da hesablasam bərabər qalacağım 7-də 4. Deməli, cavabım olacaq 7-də 4.
7'də 4 varmı? Bəli, var. Deməli B variantdır. Növbəti sual. Növbəti sualın izahı Tanyes bunu verib bizə. Mən nə etsəm yaxşıdır burada? Necə etsəm yaxşıdır? Mən belə bir qayda tətbiq eləmək istəyirəm. Nə qaydası? Tanyes sinus alfa bölü kosinus alfa deməkdir. Buradan sinus alfa bərabərdir. Kökdə 7 vuraq kosinus alfaya. Belə də yaza bilərəm mən. Və yaxud 1 bölü kosinus kvadratının yerinə belə bir düsturumuz var da. 1 bölü kosinus kvadratı alfa bərabərdir. 1 plus tanyes kvadrat alfa. Bu da verir mənə 1 plus kökdə 7'nin kvadratı, o deyəcək 7 plus 1 8 edir. Demək, harada kosinus kvadratı x görsəm, yerinə yazaram 1 bölü 8. Onda sinus kvadrat alfa bərabər olacaq 1 çıxaq kosinus kvadrat alfa. Bu da 1 çıxaq 8'də 1 mənə verəcək 8'də 7. Hər şey yerinə yazıram. İfadənin bərabərdir. Kök altda 8'də 7 çıxaq 8'də 1 bölək. Bu da 8'də 1 bərabərdir. Kökün altda 8'də 6 bölək 8'də 1. Bu da bərabər kök altda 8'də 6 vuraq 8. 8'i içəri kökə vursam, kökün altına vursam, elə 8'də 6 vuraq 64. Burada ixtisar gedəndən sonra olur kökdə 6 vuraq 8. 48, 48'də yazarım 4 kökdə 3. Demək, cavab verəcək 4 kökdə 3. 4 kökdə 3 D variantıdır. Növbəti sualımız 5-ci sual. Bu 5-ci sual necə izah edeyim? Bərabərsizlik mövzusu sistem bərabərsizlikdir. Hər tərəfi 6'ya vuracağım burada. Nə alırım onda? 3x plus 6 böyük bərabərdir. Bura 2'yə vurulanda 2x plus 8'dən. Aşağı qruplarını ayıracağım. Əvvəl buranı sadələşdirim, görüm nə eləyir. X böyük bərabərdir 2 alırım buradan. Bu bərabərsizliyin birincisidir. İkincidə isə köklər nədir bunun? Demək, 7 ilə mənfi 2'dir. Olacaq x plus 2 vuraq x minus 7 kiçik sıfırdan. Ədəd oxum çəkdim. Mənfi 2 7. İntervalları ayırıram. 7'dən böyük ədəd verəndə müsbət, mənfi müsbət, kiçik sıfır bu aralığa düşür və x 2'dən böyükdür. 2'dən düz 7'yə qədər, demək 2'dən 7'yə kimi 7'ni almıram mən. Burada olan tam ədədlərin cəmini istəyir məndən. 2 plus 3 plus 4 plus 5 plus 6 10, 10, 20. Demək, bunların cəmi 20 eləyəcək. Devadiyant. Tamam mı? İndi keçirəm 6'ya. 6'cı sual. Sinus x var. Burada da kosinus kvadrat var. Kosinus kvadratının yerine yazacağım. 1 çıxaq sinus kvadratı x. 6 vuraq. Çıxaq 5 sinus x plus 5 bərabərdir 0. Sinus x-ə t desəm, eləyəcək deməli nə? 6 çıxaq 6 t kvadrat. Çıxaq 5t plus 5 bərabər 0. 6t kvadrat sanki sağa keçiriş yazıram da plus 5t minus 11 bərabər 0. T bərabərdir 25 plus 66'nı 4'e vuranda 66'nı 4'e vurmalıyım. 24 2 yerde 26 260 bu derece 289 deməli T1 bərabərdir mənfi 5 plus 17 bölək 12'dən bu biri 1'dir. T2 də bərabərdir mənfi 5 minus 17 bölək 12. Bu da mənfi 22 bölək 12.
Bu halda kök olmayacaq, amma 1 olanda olacaq. Deməli, sinus x bərabər 1 tənliyinin həllini yazmalıyam. X də bərabərdir, biri harda alır? Sinus pi bölü 2 plus 2 pi kada alır. Tam dövriyyədə alır biri. Ona görə B variantı doğru cavabdır. Tamam. 7-ci sual. Demək, tənlik 2 həqiqi bu 1 kvadrat tənlikdir. Əslində bunun 4 dənə kökü var, amma 2 kök olsun. Yəni diskriminant burada 0 olsa 2 dənə kök olacaq. Eləyir nə? Diskriminant 50-nin kvadratı 2500 çıxaq. 4b kvadrat bərabərdir 0-a. Buradan b kvadratın bərabərdir 625. Deməli b bərabərdir plus minus 25-ə. Hansı mənfi qiymətində? Deməli, b bərabər mənfi 25 olanda tənliyin 2 bərabər həqiqi kökü var. Tənliyin 2 həqiqi kökü var. İstəyirsiniz, yazıb yoxlaya da bilərsiniz. Sonra gəlin bura. Bizə nə verib? Bizə konusdan söhbət eləyir. Burada amma bir fərqli bir şey var, bir nüans var. Onu aydınlaşdırmaq istəyirəm. Belədir. Bura O mərkəzdir, bura H hündürlükdür, bura doğrandır, 24-dür, 50 yəni. Konusun hündürlüyünün ortasını paralel, doğrana paralel xət çəkilib. Ortasından bu doğrana paralel xət çəkilib. Bax belə. Tamam, bizə nə deyir? Bizə deyir ki, düz xəttin konus daxilində qalan hissəsini, bax buradan bura qədər bu məsafəni istəyir. Bax bizdən. Demək ki, burada nə edirəm? Bunu birləşdirirəm bura. Birləşdirəndən sonra bunu yarıya bölürsə, burada hündürlüyün orta xəttidirsə, buranın da orta xəttidir. Deməli, bu, buradan bura x-ə bölür. Bura isə onda olacaq 2x. Belə. Bura 24-dür. Mən nə edim? Oxşarlıqdan yazacağım. Deməli, nəyə yazaram? 3x-in, deməli, x-dir, bu da 3x. Deməli, bax, buradan yazacağım. 3x-in. Orta xəttim nədir? AB deyək də bunun orta xəttinə. AB-yə nisbəti bərabərdir. Deməli, ümumi 4x-in, oxşarlığa görə 4x-in nəyə nisbəti? Doğrana nisbəti. 24-ə nisbəti. Buradan sanki x-lər ixtisar gedəndə alıram, deməli nə? AB bərabərdir 3 vuraq 24 bölək 4-ə. Burada ixtisar gedəndən sonra deməli bu 6 edir, 6 və 3-üm 18, cavab 18 edir. D variantı. Tamam. Davam edək. 9-cu sual. Demək, çevrə daxilinə çəkilən bucaq anlayışı. Bu, verilib bizə AB toxuna BD vətərdir. BDO, BDO, bu bucaq 50-dir. Bu 50-dirsə, bura 100 qövs 100-dür. Onda bu 180 olması üçün burada 80 dərəcəlik bir qövs qalır. Onda bu A bucağını istəyir, BAO. Bu bucaq bərabərdir alfağa. Bu qövs, yəni 100, çıxaq bu birisi 80 bölü 2. Bu da 20 bölü 2 cavab 10 edir. Demək ki, o cavab 10 imiş. Belə. Sonra. Gələk bura. Kompleks ədədlər. Əslində mövzu hər dəfə düşür, sadədir, amma dəqiq bilmək lazımdır bunu. Qoşmasına vuracağım məxrəci. 3 plus i vuraq. 2 plus i bölək 2-nin kvadrat minus i-nin kvadratı.
İnin kvadratını bilirik ki mənfi 1'dir. Yerinə qoysam eləyir 4 üstə gələk 1. Bu yuxarını da açacağım. 6 plus 3i plus 2i üstə gələk i kvadrat. Bərabərdir. I kvadratın mənfi 1 də onda bu eləyəcək 5 plus 5i bölək 5'ə. 5'lər çıxarsam, ixtisar eləsəm cavabım alacaq 1 plus i. C variantını almış olalım. Sonra 11-ci suala baxaq. X'in hansı qiymə ifadəsinin mənası var? Kökün altdakı ifadənin mənası olması üçün kök alt ifadə böyük bərabər 0 olmalı, yəni mənfi olmamalıdır. Buradan nə edə bilərəm mən? Hər tərəfi mənfiyə vurub bir də sağa keçirsəm, hələ belə yazım, mənfi kökdə 3 çıxaq 2 vuraq x böyük bərabər mənfi 1. İndi hər tərəf mənfi 1'ə böləndə x olur kiçikdir bərabərdir 1 bölək 2 plus kökdə 3, belə yazacağım. İndi bunu qoşmasına vuranda, burada eləyəcək 4 çıxaq 3, burada eləyəcək 2 çıxaq kökdə 3. Bu eləyir cavab 2 çıxaq kök altda 3. Deməli, x-im kiçik bərabər belə bir ifadədən. Belə bir ədəddən 2 çıxaq kök altda 3 y bəyəndir. Doğru cavab y-dir. Gələk, növbəti sualımız. Demək, nədən söhbət gedir? Y-Z müstəvisi. Y-Z müstəvisindən söhbət gedirsə, deməli, x iştirak eləmir da burada. Deməli, x-in yerində 0 durur da. Elə deyilmi? O, sanki belədir. Qoy, çəkin bu şəkili. Bax, belə. Bu x-dir, bu y-dir, bu da z-dir. Bu müstəvi burada yerləşir. Bax, burada. Burada yerləşirsə, bu x-in koordinatı yoxdur. Deməli, x 0 imiş. Burada iştirak eləmir. O x0 olan yer buradadır. Burada B variantındadır yalnız. Ona göre de yalnız B cevabı doğrudur burada. 12, gələk 13. Aha. Toxunanın tənliyi, toxunan bucaq emsalını istəyir. K bərabərdir. F törəmə x0 istəyir. Törəmə alsam, kəsin törəmə düsturu. U bölək V-nin törəməsi lazım mənə. Onun törəməsi V, çıxaq U, V-nin törəməsi bölək V-nin kvadratı. Onda F törəmə X bərabərdir. Məxrəcin kvadratı. Sürətin törəməsi 2x, vuraq 4x, çıxaq 7, çıxılsın. Sürət vuraq, məxrəcin törəməsi də 4. İndi X-in yerinə nə yazmalıyam? 2 yazmalıyam. F törəmə 2 bərabərdir. Hər yerdə x-in yeri 2 yazanda burada 8 çıxaq 7 1 eləyir. 1'in kvadratı yazdım yaxşı. 2 vuraq 2. Mötərizənin içi 4 vuraq 2 çıxaq 7 1 eləyir, daha yazıram. Bir də çıxaq 2'nin kvadratı vuraq 4 bərabərdir. Məxrəci daha yazmayacağım 1 edir çünki. 4 vuraq 1 belə sürətdə 4 çıxaq 4 vuraq 4 16. Cavab elədi mənfi 12. D variantı. Tamam. Gələk növbəti sual, 14-cü sual. A kosinus x plus b sinus x. Bu ifadənin ən böyük qiyməti plus minus kök altda kvadrat plus b kvadrat düsturuna müəyyən olunur. İndi mən nəzərə alacağım burada. Üstə gələk çıxaq, kökdə 2'nin kvadratı, üstə gələk kökdə 5'in kvadratı. Əslində mənfi kökdə 5'in kvadratı olmalıydı. O da üstə müsbət edir. Kökdə 4 plus 5, bu da plus minus 3. İndi bir dəfə burada 3 yazacağım, bir dəfə də mənfi 3 yazacağım. Olacaq 8 vuraq 2'nin kubu, 8 vuraq 8, 64. Bir dəfə də yazıram. 8 vuraq 2 üstü mənfi 3, bu deyək 8 vuraq 8'də 1, bu deyək 1. İndi ən böyük qiymətlərin cəmini istəyir məndən. Bu ikisini də toplasam, cavab verəcək 65. B variantı. 15-ci sual. Bu da maraqlı sualdır. Nə edir burada? Aydınlaşdırıram. Funksiyanın tərsi budur. Tərsi nə demək? Deməli, bunun yerini dəyişəcəm. X bərabərdir 3y çıxaq 1.
Buradan 3y bərabərdir x üstə yerək 1'ə, y də bərabərdir x plus 1 bölü 3'ə. İndi məndən elə bir bu j x-dir da. X'in yerinə nə yazmalıyım? 2. 2 yazanda 2 plus 1 bölü 3. Elə mi? Sonra üstə gələk. 3 vuraq. İndi x'in yerinə 1 yazıram. 1 plus 1 bölü 3. Bərabər hesablayıram. 3 deməli 3 3 1 elədi cavab. Burada elədi 1 üstə gələk. Bu üstə ixtisar gedəndə 2. Cavab eləyəcək bərabərdir 3. Doğru cavabım 3'dür. Bu da Y variantında 3 görsənir. Tamam. 16-cı sual. Bu maraqlı sualdır. Kosinuslar terimi burada tətbiq olunacaq. Demək, nədən söhbət edir? İxtiyari bir üçbucaqdır. Bura 2'dir. Deyək ki, bura belədir. Və belə. Bura 2 yazdım. Bura 3 yazdım. Bura 4 yazdım. Mənə kiçik bucağın kosinusu fikir verin. Kiçik tərəf qarşısında kiçik bucaq deyənir. Bu alfadır. Kosinus alfanı tapmalıyam. Bərabərdir. Kosinuslar teriminə görə deməli a kvadrat bərabərdir. B kvadrat plus C kvadrat çıxaq 2BC kosinus alfadır. Bunun kosinus alfanı tapanda belə bir üstür alıram. B kvadrat çıxır üstə yerə C kvadrat çıxaq A kvadrat bölə 2BC alıram. Bərabərdir. Yerinə qoyuram. B kvadrat 3'ün kvadratı plus 4'ün kvadratı çıxaq 2'nin kvadratı bölək 2 vuraq 3 vuraq 4 bərabərdir. İndi sadələşdirəcəm. 9 plus 16 çıxaq 4 bölək 24'ü. Bərabərdir. Görək nə eləyir? 12'nin 9 21 bölək deməli 9 plus 16 25 çıxaq 21 bölək 24'ə. Bu da ixtisar gedəndə 3'ə 7 bölək 8 alalım. Həmin bucağın kosinusu budur C variantı. Bura düşür. 17-ci sual. Bu sualda biraz mürəkkəb görsənir, amma elə çətin bir şey deyil. 20'dən kiçik, n'in 20'dən kiçik. Yəni n özü 20'dən kiçik olmalıdır. Buradakı şərt n 3 ola bilməz. Amma sürəti qruplarına ayıra bilərəm. Ümumiyyətlə qruplara ayrılma qaydası var da bir dənə. Sadə bir üsul deyim. Burada 3'e yazıram, burada n yazacağım. 21'i də məsələn burada 7, burada da 3 yazıram. Yəni minus 3 burada minus qoyacağım. Burada da minus qoymalıyam ki, mənfi 7 mənfi 3'ə vurulanında burada müsbət 21 eləsin. Gör düz gəlirmi? Bir-birinə vururam 3n kvadrat. Bunlar da vuranda 21 alınır. İndi ortadakı 9n çıxaq deməli mənfi 9n çıxaq 7n. Mənfi 9n çıxaq 7n. Mənfi 16n görürsünüz alınır. İndi deməli bunu ixtisar eləyəndən sonra belə bir ifadə alınır. Buradan belə bir 3n çıxaq 7 alınır. Bax bu neçə natural qiymətində deyil, ifadənin qiyməti natural ədəd olsun. Deməli bu natural olması üçün 3n minus 7 olmalıdır, böyükdür 0'dan. Elə deyilmi? İndi buradan n bərabərdir, olmalıdır, n böyükdür. 7 bölək 3'dür. 7 bölək 3'dən böyük kifayət qədər ədədlər var. Amma bir şərtlə n 20'dən kiçik olsun və n 3 olmasın. Aha. Bu eləyir 2 tam nə qədərsə də 3'də 1. İndi bundan böyüyə də 3'ü götürəmirəm, 2'ni də götürəmirəm. Deməli dalının gələcək nə? 4'dan başlayacaq və 20'də qutaranmayacaq, 19 olacaq. Bu ifadənin qiyməti natural ədəd olacaq. 4'dən 19'a kimi. Bu parçada olan ədədlərin sayı qədər. 19 çıxaq 4, üstə gələk bir qayda var idi. Demək, burada neçə dənə eləyir? 16 dənə belə bir ədəd var. 16 dənə ədəd var ki, bunlar ifadənin qiyməti natural olur. Növbəti sual. Bu da maraqlı suallardan biridir. Düzbucaqlı paralellepiped, bir dənə düzbucaqlı paralellepiped çəkirəm belə.
Belə. Aha. Bu diagonalını mən belə götürəcəm. Diagonalı bu diagonalı götürəcəm. Bu diagonal oturacaq müstəvisinlə deyir. Belə. 15 dərəcə bucağını gətirir. Bu 15 olsun. Aha. Və diagonalı 12'dir. Bura 12'dir. Diagonal kəsiyin sahəsini istəyir. Diagonal kəsiyin sahəsi nədir? Burada D deyirəm, burada H deyirəm. Bu düzbucaqlının sahəsi deməkdir. Bax. Yəni H vurulsun D-ni istəyir məndən. Gəl indi belə deyək. H bərabərdir. 12 vuraq kosinus 15. Bağışdan sinus 15. Sinus 15. Niyə? Sinusun tərifi belədir. Qarşıdakı katetin petonca nisbətdir. D bərabərdir. 12 vuraq kosinus 15. İndi mən H D-ni tapmalıyam axı. S kəsiyin sahəsi. Bunlar bir-birinə vuranda nə alacağım mən? Alacağım deməli S kəsik bərabərdir. H vuraq D. O da bərabərdir. 12 vuraq 12. Sinus 15 vuraq kosinus 15. O da bərabərdir. 144 vuraq. Bu sinus 15 kosinus 15 2'də 1 sinus 30 dərəcə eləyir. Bu da bərabər. 144 vuraq 2'də 1 vuraq. Bir dənə də 30 dərəcədə 2'də 1 alır. 144'ü 4'e bölsəm, cavab eləyəcək neçə? Bir 2'yə xəsər eləndə 72, 72'ni bir də 2'yə bölüm 36 eləyir. Deməli, həmin kəsiyin sahəsi 36 imiş. On 9-cu sual. 300 ədədini 20% artırdıqda 300'ü 20%'ini 5'te 1'i 300'ün 5'te 1'i 60'da eləyir 360. 360'ın 40%'i 40 vuraq 100. İndi 36'yı 4'e vurmaq lazımdır. 36'yı 4'e vuranda deməli cavab eləyəcək 4 12 bir də 4 2'ye 144 eləyir. 20% artırmaq ədədi 5'te 1'ini tapmaqdır. 5'te 1'ini tapıb üzərinə gəlirəm. 30'u 300'ün 5'te 1'i 60 eləyir. 300'ün də üzərinə təzədən 60 gəlirəm. Eləyir 360. Həmin ədədin də 40%'ini tapıram. Belə. Sonra gələk bura. Bir romb verilib. Romb bütün tərəflər bərabər olan paralelogramdır. Kiçik diagonal budur. Bura 13'dür. Bu 13'dür. Hündürlük bura 12'dir. Onda 13 12'dirsə bura 5'dir. Mən bura x deyirəm. Bunun tərəfi x olsun. Onda bura olacaq x çıxaq 5. İndi bu düzbucaqlı üçbucaqdan x-in kvadratı bərabərdir. X çıxaq 5'in kvadratı üstə gələk 12'nin kvadratına. Bunu açacağım mən. Möhtəzlərini bərabərdir. X kvadrat çıxaq 10x plus 25 plus 144. X kvadratları mislah olunur. 10x'i sola keçirəm. Eləyir 10x mənfidir müsbət eləyir. Bərabər bunlar toplayanda eləyir 169. Onda x'im eləyir 16,9. İndi bu x bura 16,9'dur. Paralelogramın sahəsi h vuraq adır. 12'ni vuracağım 16,9'a və bunu vurup hesablasam sonu 8 ilə bitən belə tamla qalan bir ədəd var. Amma vura da bilərsiniz. Yəni özünüz vurun bunu. Yazın. Mən vurup yoxlamışam. Bu cavab doğrudur. Sonra 21. sual. Çevrə uzunluğunun onun daxilinə çəkilmiş düzgün altı bucaqlı çevrənin daxilinə düzgün altı bucaqlı. Deməli bu altı bucaqlının xaricinə çevrə çəkilir. Bu xaricinə çevrə çəkilibsə, biz belə bir qayda bilirik. Bunun radiusundan tərəf eynidir. Adı həm də eğridir bunlar. Deməli, çevrə uzunluğu pi 2 pi r'dir.
Böləcəm nəyə? Perimetr. Perimetrdə 6A-dır. A da həm deyirdi. Deməli 6R-ə nisbətini tapacağım. Bunlar ixtisar gedəndən sonra nə qalır burada? Pi bölünsün 3 qalır. Bax bu 2-yə ixtisar gedir. R-lər ixtisar gedir. Pi bölü 3 qalır. C verir. Doğru cavab. Növbəti sual. Bu da maraqlı suallardan biridir. 2 rəqəmli ədədin rəqəmləri cəmi, 2 rəqəmli ədədi AB 2 rəqəmli, onu rəqəmləri cəminə bölsəm nə alınır deyir. Deyir, natamam qismətdə 3, qalıqda 7 alınır. Burada 7-dir, burada A plus B-dir. Bu düzgün olmayan kəsrə çevirsəm, A plus B-də 3 vuraq A plus B, üstə yerək 7 alınır. İndi məxrəclər eyni, sürətlər eyni olmalıdır. O 2 rəqəmli ədədin də yazılış qaydası var da. 10A plus B qaydası. 10A plus B bərabərdir 3A plus 3B üstə yerək 7. Buradan alınan 7A bərabərdir 2B plus 7'ye. İndi gəl əvvəlcə A ilə B-ni araşdıraq. Görək bu 7'ye bölünmə. Elə ədəd yazmalıyam ki, B-nin yerinə bu 7'ye bölünsün. Deməli B hökmən 7 ilə əlaqəli olmalıdır. B 7 olsa rəqəmdir axı. 14 plus 7 21. Deməli A 3 eləyir. Deməli həmin ədəd 37 imiş. Bax 37 imiş. Bunu həmin ədəd 8'e bölsəm, 37'ni 8'e bölsəm nə qalar görürsən? 4 tam 8'də 5 qalır da. Qalıqda nə qalar deyir? Qalığı tap deyir. 5'dir. Qalıq da 5'dir. B variantı. Aha. İndi gələk buna. Bu da maraqlı suallardan biridir. Demək, belə bir, bu elə fərz edirəm bizim müstəvidir. Bunun uzunluğu deyək ki, belə gəldi. Bu parçadır, A, B parçası. Mən belə çəkəcəm, tərsini çəkərəm. Bunun deyir müstəvidən məsafələri biri 6'dır, biri də 2'dir. Belə bu O nöqtəsi olsun. Bura bu B'dir. Deməli bura K'dır, burada P'dir. Belə yazır. Müstəvinin proyeksiyasının uzunluğu, proyeksiyanın uzunluğu var buradan, bura qədər bu məsafə tapılmalıdır. Bu məsafəni necə tapım mən? Əvvəli gəl aydınlar. Bunun da uzunluğu 10'dur. Deməli bura x deyirsən, bura olacaq 10 çıxar x. Nisbətlər onda bunlar oxşar üçbucaqlardır. Nisbətləri bərabər olacaq. 6'nın 2'yə nisbəti bərabərdir. 10 çıxar x-in də x-ə nisbəti. Buradan nə alıram? 6x bərabərdir 20 çıxar 2x. 8x-im elədi 20. Onda x-im deyəcək neçə? 4'e ixtisarı 5 bölü 2, 2 tam onda 5. Bura 2 tam onda 5'dir. Onda bura, farq ora görə ki, 25, bura 20, elə 15 ilə 1 onda 5 onda buradır. Bura eləyir 7 onda 5. Bura 7 onda 5, bura 6'dırsa, bax belə də eləyə bilərsən. Bax 7 onda 5'in kvadratından 6'nın kvadratını çıxaram. Bu eləyir nə? Fərqi 1 onda 5 eləyir. Cəmi də 13 onda 5 eləyir. Bu 3 bölü 2'dir. Bu da 27 bölü 2'dir. Buradan kök 4 çıxır. Buradan da 9 çıxır. 9 bölü 4. Deməli burada deməli nə alacağım? 9 bölü 4 də burada. 2 tam 25 alacağım. Aha. İndi bunları toplamalıyam da mən. Elə deyil mi? Daha doğrusu 2 tam onda hədə 2 tam 25. Deməli 1 tam onda 5 ilə toplamalıyam. 2 tam %25. Burada 5 elədi. Burada 7. Burada 3 tam %75. Deməli 3 tam 75 eləyir. Başqa yolu varmı? Kəsrlə alınır cavab. Bunlar düz elədik də, eləmi? 3 27'ye vuranda 81 9. Hə 4 yox, burada 2 eləyir bağışdan. Onda bu 4 tam %5 eləyir. Bu da 4 tam onda 5 eləyir. Bunu toplayanda 6 eləyir. Bağışdan məsafə deməli olacaq 2 tam onda 5, bu da 4 tam onda 5. Toplayanda bunları bir-birindən 1 tam onda 5 ilə daha doğrusu. 1 tam onda 5 gələndə çünki bu məsafə 1 tam onda 5'dir.
Bu derece 6. Deməli həmin AB parçasının uzunluğu 6-ya bərabər imiş. Belə. Sonra qonşu bucaqların fərqi. Qonşu bucaqlar nə deməkdir? Və bu bucaqlar qonşudur. Onların fərqi onların birindən 8 daha böyük. Demək biri alfa, biri beta olsun. Bu demək alfa olsun, bu da beta olsun. Deməli alfa çıxaq beta bərabərdir 8 vuraq beta'ya. Bu şərt doğrudur. Onda alfa eləyir 9 beta. Alfa plus beta cəmidə 180'dir. Onu yerinə qoysam, deməli 10 beta bərabər 180, onda beta eləyəcək 18. Deməli 1 18'dir. 180'dən də 18'ini çıxacam. 180'dən 18 çıxanda 2 qalır, 6 162 dərəcədir. Demək həmin bucaq 162 dərəcəymiş. Sonra 25-ci sual. Bu da maraqlı sualdır. Amma ortaq məxrəc eləyəcəm mən götürüb. 6n kvadrat bölü 2n minus 5 bir ortaq məxrəc çıxaq. 3n'ni bura vuranda eləyir 6n kvadrat mənfidir müsbət eləyəcək plus 15n. Burada nə qalır? Bura islah olunur. Qalır 15n bölü 2n çıxaq 5. Bu limitə keçəndə ən yüksək qüvvətə bölünməlidir. N'ə böləcəm sürət məxrəc eləyir. 15 bölü 2 çıxaq 5 bölü n. N sonsuzluğa yaxınlaşanda, limitə keçəndə bu 0 eləyir. Bax. Buradan da alalım 15 bölü 2. Bu da 7,5. Bu 7,5 bu sualın cavabıdır. Sonra gələk bura. Bu sualı belə yazmaq daha yaxşıdır. Buradan demələ bərabər kökdə 6'nı mən çıxardacağım. Gör nə qalır? 1 üstə yerə. Bunu kökdə 6'ya böləndə elə bil bunu vururam. 1 bölək kökdə 1 bölək 6'ya vururum da. Kökdə 6'ya. Bunu vuranda nə eləyir? Kökün altda ixtisar gedir. 2 ilə kökdə 9'da 1 edir. 3'də 2 belə yazıram yaxşı. Altda 1. Çıxaq. Kök altda 2'də 3 vuraq. 6'da 1. Bərabərdir. Kök altda 6 vuraq. 1 üstə gəlir. Buradan çıxacaq 3'də 1. Çıxaq. Buradan da çıxacaq 2'də 1. Kökdə 6 vuraq. Bu eləyəcək 6'da. 6 plus 2 minus 3. Bu da eləyəcək kökdə 6 vuraq. 6'da neçə? 5. Bu da buna ixtisar gedəndə gedə bilər əslində. Nə qalır burada? 5 bölək kökdə 6 qalır. İndi bunu kvadrata yüksəldəcəm. A kvadratını tapıram. A kvadrat edir 25 bölək 6. Və sonra isə bunu 12'ye vuracağım. 12 A kvadrat bərabərdir. 25 bölək 6 vuraq 12. Buraya ixtisar gedəndə 2 qalır. 2'ni də 25'e vuranda cavab eləyəcək 50. Demək doğru cavab 50'ymiş. 27-ci sual. Əslində bu da maraqlı sualdır. Birləşmədən S-ni çıxıram. Hamısı aynən B-nin birləşməsindən S-ni çıxardım da. S hansıdır? Budur, bu. S-ni çıxdım burada. Nə qədər element qaldı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Deməli bunun cavabı 10'dur. 10 olan var mı? Var, D variantı. Bu getişinə. B ilə S-ni birləşdirirəm. B ilə S-ni birləşdirəndə gərək burada bu elementlər olmuyor. Sayıram. Bax buradan başlayıb sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bu da 13 dənədir. 13 var mı? Var. C variantı bura getdi. İndi kəsişmə, aynən S-nin kəsişməsi hansılardır? Aynən S-nin kəsişməsi budur. Bax, bu 2 dənə elementdir. Bax. Deməli, burada da 2'dir. 2'liyə də A uyğun gəlir. Bir yerdə qalanın heç birinə uyğun gəlmir. Nə bu, nə də bu. Aha.
28-ci sual loqaritma sualıdır. Burada loqaritmanın mənası olması üçün deməli x böyükdür 0-dan, bir də 5 çıxar x böyük 0 olmalıdır. X böyük 0, bir də x kiçikdir 5 alalım. Deməli bu yerləşə bilər 0-5 intervalında. İndi gəl həll edək. Cəm hasilə çevrilir. X vuraq 5 çıxar x, c bərabər 2-dən. 2 yox, 2 üstü 2-dən. Bu 2 üstü 2 eləyir. Alıram nə? 5x çıxaq x kvadrat, çıxaq 4, c bərabər 0. Mənfiyə vurub düzəldəcəm bunu. X kvadrat minus 5x plus 4 böyük bərabər 0. Ədəd oxunu çəkirəm. Bunun kökləri biri 1-dir, biri də 4-dür. 1, burada 4. İntervallara ayırdım. Müsbət, mənfi, müsbət. Deməli, bu 0-5 aralığına düşməlidir. 0-5 aralığı, burası 0-dır. 0-dan 1-ə qədər düşür. Bir də 4-dən 5-ə qədər düşür. Və bu 2 aralığa düşür. Bu bərabərsliyi həll elədik. Onda olur nə? Sıfırdan 1-ə, 0 almır, amma 1-i ala bilər. Birləşir. 4-ü ala bilər, amma 5-i almayacaq. 4-dən də 5-ə gedir. Bu belə. Bu da bunun doğru cavabı. Gəldi 2 dənə əjdaha sualımız qalıb. Bu suallar əslində həqiqətən ağır suallardır. Biraz vaxt aparan, daha doğrusu vaxt aparan hesablamaya malikdir. Sizə onu deyə bilərəm. Demək 3 dənə deyir ədəd var. Həndə silsiləmələ gətirir. 14-ə bərabər cəmi. Yəni, belə eləyək də, A-dır, o birisi deyək ki, A2-dür, o birisi də A2 kvadratdır. Bunların cəmi verilib ki, 14-dür. Əla. Bir də deyir, birinciyə, bu ədədin birincisinə, A-ya 15 çıxdım, adan 15. İkinciyə 11 əlavə elədim. A2-nin üzərinə 11 gəldim. Üçüncüyə də 5 əlavə elədim. A2 kvadratına da 5 əlavə. Bu zaman deyir, bu ədədsizlik olur. Ədədsizlərin xassəsi də belədir də. 2A2 bərabərdir, A1 plus A2. Belə bir xassə var. Onda olacaq 2 vuraq, A2 üstə gələk 11, bərabərdir, A çıxaq 15, üstə gələk A2 kvadrat plus 5. Bu sistem tənlik həll olunmalıdır. Sistem tənlik gələk necə həll edirik? Birinci məyalım, birincidən alacam nə? A-nı çıxardıram, 1 plus 2 plus 2 kvadrat bərabərdir, 14 alım. Düzdür. Deməli, davam edirəm bunu mən. Bu ikincidən alacam bəs mən. Bu ikinci tənlikdən vurub açacam. 2A2 plus 22 bərabərdir A plus A2 kvadrat minus 10. Belə aldım. Yaxşı, bunları da bir yerə yıxsam, A vuraq. Deməli, 1 minus 2 Q plus Q kvadrat bərabərdir. Üstə gələk dəcə. Bərabərdir 32-yə. 22, 10, bu da 32 edir. Deməli, 2 dənə tənlik almışam mən. Və bu tənlikləri tərəf-tərəfə bölə bilərəm mən, bölərəm. Böləndə, bax bu tənliklə, bu tənlikdə tərəf-tərəfə bölürəm. Alar gedir 1 plus Q kvadrat bölək, 1 çıxaq 2 Q plus Q kvadrat bərabərdir. Deməli nə? 14 bölək 32. 14-ü 32-yə böləndə ixtisar edəcəm. 7 bölək. Nə qalır onda? 7 bölək 16. Aha. Da bu həll olmalıdır, bax. Bu həll olmalıdır. Görək buradan nə çıxacaq.
Buradan bunların hamısını vurub açmaq lazımdır. Hamısını açandan sonra belə bir tənliyə alınır. 9q kvadrat plus 30q plus 9 bərabər 0. Deməli, 3-ə də bölsəm, alacağım 3q kvadrat plus 10q plus 3 bərabər 0. Bu tənliyin bir kökü, biri -3'dür, biri isə -3'də 1'dir. Və q -3 olanda a-nı tapa bilərəm. A-nı tapıram. Deməli, a bərabər 2 eləyir. Q -3 olsa, a bərabər derəcə 2. Deməli, a-nın 2 qiyməti uyğun gəlir. Buradan hesablayasıyam. A 2 olur. Sonra, bundan sonra gələn ədəd -3'dür. Deməli, -6 olur. Ondan sonra gələn 18 olur. Məndən nə soruşur orada? Ən böyüyünü soruşur. Ən böyüyü 18. Doğru cavab 18. Məsələ kifayət qədər həqiqətən qəliz gəlir, amma başqa yolda yoxdur. Bu suala baxaq. Düzgün çoxbucaqlının daxilinə xaricinə çevrə çəkilib. Düzgün bir çoxbucaqlının daxilinə və xaricinə çevrə çəkilib. Deməli, bir daxilə belə çevrə çəkirəm, bir dənə də belə xaricə bir çevrə çəkirəm. Bir dənə çoxbucaqlı fikirləşirəm belə. Belə çəkir, belə. Bir də daxilinə bir çevrə çəkirəm. Bunun daxilinə belə. Daxilə çevrə çəkir. İndi baxıram nəyə? Bu biri xarici çevrənin radiusu böyüyür. Bu birisi isə onun daxili çevrəsinin radiusudur. Daxilinə çəkilən çevrənin radiusu. Burada kiçik yerdir. Biri böyük yerdir, biri kiçik yerdir. İndi bunu aydınlaşdırmalıyam mən. Burada əmələ gələn halqanın sahəsi budur. Bax. Bu qıraqda qalan, bu halqa var. Bu halqanın sahəsi deyir ki, göstərgilən ki, çoxlan sayından asılı deyil, yəni. Halqanın sahəsini nətər tapacağım mən? Daxilə və xaricə çəkilən çevrələrin radiusu. Deməli, bir S böyük R ilə əlaqəli. Sn bərabər idi. 2'də 1 L kvadrat. Sinus 360 bölünsün N'ə. Daxilə çəkilən çevrənin sahəsi əlaqəli düsturu N, kiçik yerin kvadratı tangens. Tangeslə iddia elə deyilmi? 180 bölək N düsturuydu. Göstərmək lazımdır ki, indi bunların fərqi bu N'dən asılı deyil. Bunların fərqi bir-birindən çıxanda asıllıq yoxdur. Deməli, halqanın sahəsi S halqa bərabərdir. S xarici çıxılsın S daxili bərabərdir. Pi R kvadratı çıxaq, o birisi pi kiçik yerin kvadratına. 10 da bərabər pi vurulsun, R kvadrat çıxaq, kiçik yerin kvadratı alalım. Onda R kvadrat çıxaq, kiçik yerin kvadratı tərəf A'dır da. A'dırsa R kvadrat çıxaq, kiçik yerin kvadratı verir. Deməli, mənə A kvadrat bölək 4'dür. Niyə verir, onu da araşdıracağım mən sizə, onu da deyəcəm. Deməli, burada belə bir şey yaranır. Bu da belədir, bu tərəfdir də. Bunun tərəfi, burada buradır. Bu, bunun tərəfidir. Bu, buna perpendikulardır, bax. Onda, bunun, bura tərəfi idi də, belə. Bura A bölək 2'dir. Bu böyük yerdir, bu kiçik yerdir. Deməli, R kvadrat çıxaq, kiçik yerin kvadratı A bölək 2'nin mötərizə kvadratını verir. Bax, belə. Deməli, mən burada yerinə yazsam, pi vuraq, bu deyir A kvadratı bölək 4. Belə bir sahə düsturu alır. Deməli, buradan belə çıxır ki, N iştirak eləmir burada. N dəyişəni yoxdur. Sadəcə olaraq tərəfin uzunluğundan asılıdır burada. Tərəflərin sayından asılı deyil. Bu deməkdir ki, nə qədər olsun, tərəf 5 olsun, 10 olsun, 10 bucaqlı olsun, fərq eləməz, asıllıq yoxdur. Dinlədiyiniz üçün təşəkkür edirəm.
Ola bilər neysə başa düşmədiyiniz bir şey olsa 050 377 80 09 nömrəsinə əlaqə saxlaya bilərsiniz.